Bir daha salam. Artıq biz sizinlə 6-cı dərslikdəyik və bu dərslikdə biz sizinlə nəhayət ki, şriflərdən bəhs edəcəyik. Şrif anlayışının formalaşması və CSS-də bunun bir başqa mənafelik tərəfindən, yəni qeydə alınması, eləcə də kodlamamızın nə cür prosedur vasitəsilə məhz CSS-də qeydə alınmasının şahidi olacaq. Bunun üçün ilk öncədən hər dəfə olduğu kimi xatırlatmaq yerinə düşər əlbəttə ki, veb-sayt işçi stolumuzda yaratdığımız bir öncəki dərsliklərdən öncədən daxil oluruq və daxil olduğumuzda dərsliklərimizə görə və işləmimizə görə burada bir neçə fayllarımızın qeyd olunduğunu görürük. Əlbəttə ki, HTML tipli sənədimiz, CSS tipli və bir öncəki dərsimizdə JPEG uzantılı şəkil faylımızı görə bilirik. Eyni zamanda da sadə standart TXT uzantımız 0 kilobayt həcmli boş bir tekst olur, yəni sənəd faylımızı görə bilirik. Biz indi yalnız bizə lazım əlbəttə ki, dərsimizə görə CSS və HTML bağımlılığı olduğuna görə məhz HTML tipli sənədin üzərində bir daha yenidən sağ düyməni qeyd edirəm və açılan siyahıdan edit deyə, redaktör et deyə məna anlamlı bölgülü sözlüyü seçirəm. Və öncəki dərsimizdə burada IMG kodlamasını yazmışdıq. Gördüyünüz kimi, bunu şəkil kodlaması ilə artıq biz bunu bilirik. Lakin bu heç də bizə lazım olmadığı üçün onu mən silirəm və fail save edərəkdən hələ ki, yəni qeydimizə vardırırıq. Qayıdaq, məsələn, CSS faylımızı da çalışdıraq qovluğumuzda. Mənim ilk CSS faylı CSS uzantılı. Yenə də bir öncəki dərslikdə burada yaratdığımız kodlamamızı görürük və şahidi oluruq. İndi biz yenə də IMG kodlaması həmçinin CSS-də də bizə lazım olmadığı üçün IMG kodlamasını artıq silirik və tətbiqimizi vardırırıq. Artıq biz bir başqa prosedur və ya bölgülülük işləmindən, yəni şriflərdən söz açacağıq. Bu məna baxımından artıq font gövdə tərkibində, məsələn, body elementinə gördüyünüz kimi tətbiq edirik. Font family, yəni şriflərin ailəsi, məsələn, A yaldıracaq burada və nöqtəli vergül ki, prosedurumuzun sonunun əməliyyat olduğunu bildiririk, yəni sona çatdığını. Artıq fayl save deyək menümüzdə, qaydaq qovluğumuzda web səhifə.html tipli sənəd uzantılımızın faylımızı çalışdıraq, yəni brauzerimizi açaq. Standart Mozilla brauzerində gördüyünüz kimi arxa yəni bütün gövdəmizdə, arxa fonda olan bütün gövdəmizdə olan yazıların hər biri ümumilikdə məhz Arial şriftinə mənsub edilir. Lakin bundan əlavə sıra və ya klass, yəni sinif seçicilərinə görə yəni daxil olmaqla qalanları isə nəzərdən çıxmaq şərtlə, məsələn, salam bilən görünəndə iş yazımdır, yaz səhəsində div, yəni şöbə kateqoriyasında öncəki dərslərdə yazmışdıq. Yəni ona heç də aidiyyatlı edilməmişdir. Çünki onun özünün ayrıcalıqda biz font family-sini, yəni şriflər ailəsinin müraciətini təqdim etmişdik. Lakin bu qırmızı cümləmizdən başqa səhifəmizin bütün cümlələri əlbəttə ki, font family atributuna artıq mənimsədik və xassəni aidiyyatlığı elədik. İndi biz qaydaq, məsələn, gövdə deyil, məhz gövdəni ümumxas etdik. Lakin qaydaq yeni kodlamamızı yazaq, məsələn, HTML sənədimizə qaydaq ilk öncə. Burada deyək ki, məsələn, yaradaq. Yazaq yenidən font vasitəsilə, məsələn, font içərisində bir söz yazaq, məsələn, yazaq ki, birinci yazı və bu sözü əlbəttə ki, kopyalayaq, HTML kodlamamızı və ikinci yazı, üçüncü yazı, dördüncü yazı, üçüncü yazı, yəni bu qədər bəsdir, yəni nümunəyə xas və aidiyyatılıq cəhətindən, yəni normalizə təqdim olunma bir tövlüdür. Və üçüncü yazımızı da qeydimizə vardırdıq, gördüyünüz kimi, birinci yazı, ikinci yazı və üçüncü yazı fontlar içərisində və fontumuzun tətbiqi və fontun heç də ayarını vermədiyi HTML tərəfdə. Artıq qayda, məsələn, səhifəmizi normal yeniləyək, web səhifə.html uzantılı tipli sənədimizi. Gördüyünüz kimi, birinci yazı, ikinci yazı, üçüncü yazı deyə qeydimiz var burada. Lakin bunlar hər biri yanaşı durmuşdur, yəni bir xət üstünəndə. Bunun üçün buna BR atacağıq
Belə də bildiyiniz kimi zaman xəttkeşi ümumiyyətlə düz xətt üstünün sındırılması və bir dama aşağı düşməyidir. Bunu bilirik artıq. Və artıq birinci yazı, ikinci yazı, üçüncü yazı öz nizamında hər biri öz stop xəttində yer aldığını görə bilirik. Qayıdaq CSS fayılımıza və biz burada nəyə aidiyyət verəcəyik? HTML tərəfdən olan font atributu olan bu elementimizi CSS-də çağırırıq, müraciət edirik və artıq burada font family deyirik. Məsələn, font family birinə Arial deyək. Məsələn, font 1 deyək. Ctrl-C, Ctrl-V, Ctrl-V. Bunları dəyişək. Verdana və Gothic deyək. Font 3, font 2. İlk öncə fayl save edək, lakin heç də biz font 1, font 2, font 3 adlı daşıyıcılı əslində söz bölgülüyü yaratmamışdır. Biz bunları indi hər birini klasa məsələn müəyyən edək. Əlbəttə ki, font 1, font 2, font 3 adlı kodlama tagimiz, yəni yoxumuzdur HTML tərəf baxma olandan. Onun üçün onları CSS-də məhz sinif aidiyyətlılıq bölgülüyünə mənimsətdik və font 1, font 2, font 3 adlı ad bölgülüyünə xarakterizə edirik. Məsələn, səhifəmizi yeniləsək, heç bir əlamət funksiyasının yenilənmədiyini və ya daşımadığını görə bilərik. Məsələn, fonta deyirik ki, class tərkibində 3 dənə class yaradacaq hal-hazırda. Və deyəcəyik ki, font 1, font 2, font 3. Kopya etdim CSS tərəf faylımdan. Bu nöqtəni əlbəttə ki, demə götürəcəyik. Font 2 və font 3. Və artıq klasslarımızı font atributu olan tagimizə HTML tərəfdən qeyd etdik və sadəcə birinci, ikinci, üçüncü yazı deyə klass sinifləri yaratdıq və bir sıra elementlərə. Və elementlərin seçicisini CSS-də davam etdik və 3 font fərqli yazımızı müəyyən etdik ki, onların da şrif ailəsini font 1 üçün Arial, font 2 üçün Verdana, font 3 isə Gothic deyə bilinən, yəni yazı növləri ailəsinə müraciət etdik, indi onları görəcəyik. Və səhifəmizi artıq web səhifə.html tipli sənədini yeniləyək. Gördüyünüz kimi burada baxsaq, birinci yazı standart Arialdır, ikinci yazı Verdana yazısıdır, üçüncü yazı isə Gothic yazısıdır. Və bunların fərq anlamı kimi bir növ gördüyünüz kimi baxım tərzindən, yəni başqa cür frazaya uğradığını və ya bölgüləndiyini artıq şahidi ola bilirik. Və bu şriflər ailəsi də ümumilikdə bu cür xarakterizə olunur və bunun başqa yəni fərd ayarları və ya xüsusiyyət bölgüləri də vardır ki, bunu da bir sonraki dərsliklərdə irəlilədiyimizdə əlbəttə ki, daha da ətraflı və açıqlamacasına yəni yerinə yetirəcəyik və bundan faydalanıb, yararlanıb, yəni mənimsəyib öyrənəcəyik. Bu dərsimiz də bu qədər. Bir sonraki dərslikdə yenidən görüşmək ümidi edirəm və sağ olun.